Demək, bax, bu qədər salyarkanı, təxmini 1 litrə salyarkanı tökürəm motorun içinə. Yaxşı. Buradan tökdüm motorun içinə. Yaxşı. Belə hamısını boşaldıq. Hamısını boşaltdım motorun içinə. İndi içərdən xotlayacağım maşını. Çok büyük hamsını. Bu salyarkanın tamamını motorun içini yuyacağıq. Bu salyarkanı bu ilə. Töktüm. Çox yox. Bircə dəqiqə, 2 dəqiqə işləsin yerində. 1-2 dəqiqə. 5 dəqiqə də işlədə bilərsən. Mən indi 2-3 dəfə eləyəcəyim için prosesi tam göstərəcəm də sizə indi. Yəni 2-3 dəfə eləyəcəyim için olsun bir ilkində birinci dəfədə elə bir dəqiqə işlədirəm də maşını. İndi bu qədər. Aşağıdan açıb söndürdüm maşını. Bir dəqiqə işlədi. İndi aşağıdan açıb karterdən yağı boşaltacağım. Bu qədər. Hələlikdə yəni. Demək bax belə deməli karterdən açdım. Yağın içine koyduğum salyarkanı götürdüm oradan. İndi bax hələ ki damcılayır. Bu vəziyyətdəykən karter açıqkən yuxarıdan indi salyarkanı tökməyə devam edəcəyəm. Amma maşını işlətmədən. Bu şəkildə də baba bu da salyarka. Bunu da baba. Bak, bu şekilde tökmeye devam edirəm. Salyarkanı 5 litreye yakın salyarka istifadə edirəm. İşlətdiyimiz o motor katkılarında tərkibi salyarkadır. Bu tərs şeylərdir. Mən illərdir bu şekilde istifadə edirəm. Heç bir zərərini görməmişəm. O demək deyil ki, sizə tövsiyə edirəm. Mən qəbul edirəm, risk alıram. Heç bir zərərində indiyə qədər görməmişəm. Rahat. Buradan tökürəm. Aşağıdan qapqara gələcək də saxlayayım dana baxaq aşağıdan. Bax. Bax, budur. Bax, budur. Bax, budur. Bax, budur. İndi tamamen süzülsün. Onu çıxartacağım. Atrabotunu yağ tökəcəyəm buna. Tekrardan maşını bir dəqiqə, 2 dəqiqə işlədib söndürəcəm. İndi də işlənmiş yağ koyuram. Buna 2-3 dəqiqə işlədəcəyəm motoru. Sonra devam. Demək 5 litr salyarkanı da istifadə edəndən sonra atrabotun yağ var idi. Onu tökdüm içine. İndi maşını işlədəcəyəm ki, qoy içəridəki salyarka elə bil bu yağa qarışıb bu ilə də çıxsın. Bu da bu 5 litr salyarkadan sonra hələ işimiz devam eləyir də. Mesela əlavə sualı olan kanala abone olsun. Sualını versin, bildiğim bir şeyse, gördüğüm bir şeyse onu cevaplandırırım. Yani təhlükəsini deyim. Mənə görə heç bir riski yoxdur. Köhnə maşınların hamısında istifadə olunub. Köhnə motorlarla təzə motorlar eyni deyil. Onu kim deyir qardaş? Bu motorun eyni sistemlə işləyir. Bak bu motor. Baba bu motor indi son model 2025'te birçok maşının üstünde olan motordur kardeş. 98'in maşınında da var. İşleme funksiyası eyni diye kardeş. Değişen hepsine yok. Değişen sadece bizim necə deyim,
fikrimizdir, qorxuzmalarıdır. Yani buna Sələrkanın yuma, ama o ne bileyim filan markanın filan katkısını al koy, o qəşəngdir. Kardeş bu da elə həmən şeydir, heç nə də olmur. Demək maşını söndürdüm. Neynədik? Baştan yenə deyim. Açdıq buranı. Bura bir litr Sələrka qoyduq. Maşını bir dəqiqəyə yaxın işlətdik. Aşağıdan karteri açdıq, yağı buraxdıq çölə. Yağı tamamen buraxandan sonra karterin qapağını bağladıq. Bura 5 litr Sələrka qoyduq. Maşını işlətmədik. Xoda salmadıq. Bir mənalı konkret açara toxunmadıq. Daha sonra bir dəqiqə sonra karteri açdıq. Karterdən o Sələrka qapqara boşaldı, getdi. Daha sonra köhnə atrabotun içine yağı tökdük bura. Maşını bir dəqiqə işlətdik. İndi də aşağıdan açıram, çıxartıram bu atrabotun yağı, tezə yağı qoyuram üstünə. Bu da axırıncı yağı qoyduqdan sonrakidir. Bunu da karterdən açdım, çıxartıram indi. Vəssalam. Sonra tezə yağı tökəcəyəm üstünə. Olacaq çiçək kimi. Bu da tezə yağdır, qoyacağımız yağdır. Mən yenə deyirəm, mən öz fikrimi paylaşıram. Bunun mənim fikrimi səhv olub, düz olmağı ancaq məni bağlayar da. Məsələ, baxan biri eləmək məcburiyyətində deyilsən. Mən məsələ, ən bahalı maşınım olanda da ən ucuz yağı istifadə eləmişəm. Yağların eynidir. İşləmə şeyi eynidir qardaş. Sadəcə o satıcının allatmasıdır. İndi burada yağın üzünü gözünü soydum ki, nə marka olduğu bilinməsin. Yəni 40 manat pul vermişəm buna. 90 manat versəydim də eyni idi. 90 manat verəndə də həmən yağdır. 40 manat verəndə də həmən yağdır. Sadəcə ada pul verirsən də. Məsələ X bir markaya pul verirsən. Aha, sadəcə o adı alırsan sən. Psikolojik beynində rahat olursun. Mən ən ucuz yağı istifadə edirəm. Yeri gələndə böyle ən ucuzun da altında Sumqayıt yağını da istifadə edirəm. Heç nə. Heç bir problemi də görməmişəm yəni. Bu da böyle bir yağdır. İndi karterdən yağ süzülsün. Bunu da qoyacağıq üstünə. Maşının motorunun səsidir, işləmə şeyidir. Tamamen qaydasını olacaq. Demirəm bunu hər yağ değişəndə eləyin. İldə bir dəfə eləyin. İldə bir dəfə eləməyin heç bir zərəri yoxdur. Yəni alıp ora qatqı tökürsən məsələ. Alıp bura bir qatqı tökürsən. O qatqı da qardaş vallahi billahi onun içindeki kimyasallar da həmən bu Sələrkadır. Başqa heç nə deyil. Sadəcə olaraq motorun içindeki yağı incəldir, nəzikləşdirir, çölə atdırır. Vəssalam şüt tamam, başqa hər hansı belə bir nə bilim belə aham-şaham belə bir xüsusiyyəti yoxdur. Mən yenə deyirəm, öz fikrimdir, şəxsi fikrimdir. Sən eləməyə bilərsən qardaş. Mən illərdir eləyirəm, heç bir zərərini də görməmişəm. Yəqin ki, köhnə sürücülər, köhnə adamlar, köhnə şoförlər də başa düşəcək nə demək istədiyimi. Motorun işləmə funksiyası eynidir. 150 minlik maşının da olsa qardaş, benzinləndirsə eynidir. Turbo olan motorlarda biraz olmaz, biraz fərqli yanaşmadır o. Onu olmaz. Benzinli maşıntısı elə yetsin ildə bir dəfə qardaş, maşın qoy, motor cin kimi olsun. Filtri də ən sonda değişirik. Filtri də çıxardırıq ən sonda. Elə bir bu tezə yağı tökməmişdən qabaq filtri değişirik. İndi də tezə yağı qoyuruq. Sonra da işlem tamamdır. Vəssalam şüt tamam. Demək belə bir 1.7 motordur. Motorun içini Sələrkanla, dizellə yuyacağıq. Bunu baştan deyim, mən usta deyiləm. Yəni indiyə qədər də nə maşınım olubsa, Allah belə 50 minlik də, 40 minlik də, nə bilim, bahalısı da, ucuzu da, hamısına bu işləmi görmüşəm. Amma bu o demək deyil ki, məsələ, mən bunu görürəm, siz də görməlisiniz. O sənin şəxsi işindir. Mən bunu eləyirəm, heç bir zərərini də görməmişəm. İnşallah prosesi tamamen başdan axıra qədər çəkəcəyəm. Hər kəsi məsələnlə tanış eləyəcəyəm. Nə cür olur bu iş. Kanala bəyənin inşallah, abone olun. Bu qədər. Hələlik. İndi başlayacağıq işimizə inşallah. Deməli değişdik. Tamamen yağı motorun içini yuduq.
Bunun necə bir faydaları varsa, maraqlanan varsa, kommentlərdə kanala abunə olsun, kommentlərə yazsın, kommentə yazsın, cavab verim. Faydalıdır. Heç kimsə inanmayın. Yəni hamısı qatqı satmaq üçün olan şeylər. Yəni mən dünənki şofer deyiləm, nə bilim 5 ildir maşın sürür deyiləm, 10 ildir maşın sürür deyiləm. 50 yaşım var qardaş. Maşınımın sayısı yadımdan çıxır. Yaxşı. Yəni yəqin ki dayandıq yerə elə pullu bir adam da deyiləm. Yəqin ki dayandıq bir yerə, yəni motorla zibilə düşməyi istəmərəm də qardaşım. Budur. Yaxşı. Yəni faydalarından birini deyim, səsində ciddi dərəcədə azalma olur. Səsində ciddi dərəcədə. Bu qədər. Kanala abunə olun inşallah. Vəssalam. Yəni videoya baxırsan, bəyənirsən, abunə olmayıb keçib gedirsən. Neyinirik ki, qardaş, əxlaqsızlıq eləmirik ki, nəsə faydalı bir şey paylaşırıq, faydalı bir söz paylaşırıq. Yəni abunə olmaq o qədər çətin bir məsələ deyil. Oldu. Bu qədər bizdən. Yenə deyirəm, bu mənim şəxsi fikrimdir. İstəyən özü tətbiq eləyə bilər, istəyən tətbiq eləyə bilməz. Mən risk alıb eləyirəm, indiyə qədər heç bir zərərini görməmişim. Bu qədər, hələlik.